Mayın 19-da mədən sənayesində Şəffaflıq Koalisiyasının yekun konfransı keçirilib. Çıxış edənlər neft, qaz, qızıl və sair hasilatı ilə məşğul olan dövlət və özəl şirkətlərə daha mükəmməl hesabat verməyə təklif ediblər. Koalisiya təmsilçilərinin fikrincə, ictimai nəzarətin daha səmərəli tətbiqi üçün minimum 2 qanun qəbul edilməlidir. Bunlar sənayenin hasilat sahəsi üzərində nəzarət haqqında və Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında qanunlardır. İqtisadi təşəbbüslərə Yardım Mərkəzinin İdarə Heyətinin sədri Azər Mehdiyevin sözlərinə görə, hökumət dövlətin tam və ya böyük qismində səhmə sahibi olduğu inhisarçı sahələrdə şəffaflıqda maraqlı deyil. Koalisiya 8 hesabat forması təklif edib. O cümlədən neft müqavilələri çərçivəsində fəaliyyətlərin nəticəsinə dair vahid hesabat, operator şirkətlərin rublik maliyyə hesabatı, ardenişin hesabatı, sosial ayırmalar üzrə hesabat, neft fonduna, vergilər nazirliyinə, gömrük komitəsinə ayırmalar üzrə hesabat və s. İqtisadçı hesab edir ki, hesabatların surəti dövlət, xarici şirkətlər və QHT-lərə göndərilməlidir. Korrupsiya ilə mübarizə üzrə QHT şəbəkəsinin əlaqələndiricisi Əli Məhəmməd Nuriyev neft fondu haqqında qanunun qəbulunu zəruri sayır. Hesabında 25,7 milyard manat vəsait olan fond dövlət başçısının fərman və sərəncamları ilə işləyir və yalnız ona tabidir. Belə normativ qanunvericilik bazası möhkəm və yetərli sayıla bilməz, deyə qeyd edən Nuriyev hesab edir ki, xalqın pullarına 3 qat nəzarət olmalıdır. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə hesab edir ki, hətta Qabon, Liberiya və Nigeriyada müvafiq fondlarda yığılan vəsaitlərə nəzarət üzrə nominal mexanizm var. Nə qədər ki, neft fondunun xərclərində təyinat qrafası anlayışı cəmiyyətə tam aydın deyil, onun fəaliyyətinin şəffaflığı barədə danışmaq gülüncdür.